Göldə bayırda 4 dənəsinə küllü miqdarda pul verdiyin südlü paxlavanı evdə hazırlayırıq. Xırçıldıya qulaq as. Hazır paxlava yufkasından hazırlayırıq. Bizə lazımdır şərbəti üçün 1 paket süd, 2 isi təkən şəkər tozu, 1 ədəd qaymaq, 1 paşka vanil. Bunlar sadəcə şərbət üçün idi. Amma və lakin ümumən bizə lazımdır pudra şəkəri, kakao, şokolad və təbii ki qoz da lazımdır. Qoz da ürəyiniz nə qədər istəyir, o qədər istəyir. Bir vedrə tökün o yəni. Qarşılamayın, bu sizin şəxsi probleminizdir. Və bundan sonra yağı deməyi unutdum. Kərə yağı da lazımdır. Əvvəlcədən əridirsiniz onu da və bundan sonra başlayırsınız hər qata yağ yufka ta ki səni görənə qədər nəsə ta ki ortaya gələnə qədər də, yəni ortaya gəldiniz, qozları belə səpişdirirsiniz. Daha sonra da üstünü də örtürsüz. Üstünü də hər halda necə örtmək lazım olduğunu deməyə ehtiyac yoxdur da. Yağ yufka. Nəysə ürəyim çəkildi mən bunu danışana qədər. Uzun versiyasına YouTube kanalından baxa bilərsiniz. Videomu bəyənib dəyərli fikirlərinizi bildirib takib atmağı unutmayın. Çox sağ olun. Göz haqqınızı halal eləyin. Üzrlü sayın. Sağ olun.